Salam əziz izləyicilərimiz, hər birinizi xoş gördük. Bugün mühasibat uçotu ilə vergi uçotunun fərqlərindən danışacağıq. Amma standart nəzəri məlumatlardan fərqli olaraq real hekayələşmiş formada misal üzərindən baxacağıq. Yekunda isə artıq fərqləri bizə məlum olacaq. Beləliklə başlayırıq. Bu iki uçot niyə fərqlidir və hansı hallarda üst-üstə düşmür? Gəlin bunu qeyd etdiyim kimi real bir hekayə ilə başa düşək. Tutaq ki, bir qəhrəmanımız Aysu adlı gənc sahibkar var. O kiçik bir kafe açıb, mühasibi isə Eldardır. Aysu Eldardan soruşur ki, mənim gəlirlərimi və xərclərimi necə qeyd edirsən? Mənə bir hesabat lazımdır, yoxsa ikisi? Məlumdur ki, sahibkarlar yeni işə başlayanda bütün bu mühasibatlıq sənədlərindən xəbərdar tam olmurlar. Eldar bildirir ki, Aysu iki cür uçotu var. Biri mühasibat uçotu, biri isə vergi uçotu. İkisini də qarışdırmaq olmaz. Mühasibat uçotu müəssisənin bütün maliyyə əməliyyatlarını tam və real şəkildə göstərir. Məqsəd sahibkara, investor və ya banklara dəqiq maliyyə mənzərəsini təqdim etməkdir. Vergi uçotu isə burada əsas məqsəd vergilərin düzgün hesablanması və ödənilməsidir. Yəni hər zaman qeyd edirəm ki, mühasibat uçotu müəssisədə baş verən bütün əməliyyatları, xərclər, nisiyələr, öhdəliklər, avanslar, alışlar, satışlar, hər bir əməliyyatı daxili uçot olaraq qeyd edir. Bunların ümumiləşmiş formasını isə, sənədləşmiş rəsmi formasını isə biz vergi uçotunda göstəririk. Misalla baxaq, işçilərə nahar xərcini hesablayacağıq. Aysu kafesində işçilər üçün hər gün nahar təşkil edir və bir ayda bu məqsədlə 600 AZN xərcləyir. Mühasibat uçotu real xərcləri göstərməlidir. Aysu bu pulu xərcləyibmi? Bəli, xərcləyib. Deməli, mühasibat uçotunda 600 manat işçi təminat xərci kimi yazılır. Amma vergi uçotunda hər xərci qəbul etmir, bunu göstərə bilməyəcəyik. Vergi məcəlləsinə görə yalnız sənədlə əsaslandırılmış istehsal və ya xidmətə bağlı olan birbaşa məbləğlər xərc kimi tanınır. İşçilərin naharı sosial xərclər sayılır və vergidə tanınmır. Yəni, vergidə bu 600 manat xərc kimi çıxılmır. Dövlət deyir ki, bu sənin könüllü sosial xərcindir, vergi hesablamasına daxil etmə. Fərq harda yaranır? Mühasibat uçotunda mənfəət bərabərdir, gəlir, çıxılır bütün xərclər. Vergi uçotunda isə mənfəət bərabər olur, gəlirdən çıxılır rəsmi xərclər. Yəni, nəzərə alınan və alınmayanları burada hesablamalıyıq. Nəticədə vergi mənfəəti daha yüksək, ödəniləcək vergi isə daha çox olur. Nəticəyə baxsaq, mühasibat uçotu sahibkara real şəkildə göstərir ki, nahara 600 manat pul getdi. Vergi uçotu isə bu xərci nəzərə almır, çünki dövlət üçün əsas yalnız vergi tutulan gəlirdir. Hansı ki, xərc çəkdiyimiz yerdən bizə gəlir gələcək. Vergidə, rəsmi hesabatda yalnız rəsmi sənədlərlə hesablanmış, ödənilmiş, qaymə kəsilən, qaymə göndərilən və alınan məbləğlər rəsmi xərc kimi tanınır ki, bu da bizim gəlirdən çıxılan xərclərə aid edilir. Rəsmi xərclərimiz nə qədər çox olarsa, gəlirdən həmin xərclər çıxıldıqda yekun mənfəətimiz qalır ki, bu da artıq vergidə hesablanmalı məbləğ olacaq. Əziz izləyicilərimiz, bugünlük bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Mövzu ilə bağlı sualınız olarsa, şərh bölməsində qeyd etməyi, bizə dəstək üçün və daha çox video dərsləri görmək üçün kanalımıza abunə olmağı unutmayın. Hələlik!